Salam dostlar, hər vaxtınız xeyirli olsun. Növbəti gözəlçələrimiz Beylaqana Arıçı Əli üçün gedir. Əli qardaşımız üçün. Ya Allah. Bismillah. ...44 nömrəli gözəllər gözəli Əli göndərirəm sənin üçün. Bax, bu bunun özləri toxuduğu bu çərçivədə qoyulan yumurtalar, bağlı sürfələr. Üçüncü də ballı güləmlidir. Hayırlı olsun kardeş. Bismillah. Bak kardeş, bu analar haricdən ana arı gətirib bizə satırlar ha, 500'ə, 400'ə, 300'ə. Bax, bu ana o 300 manat, 500 manatlıq anadan heç fərqi yoxdur. Mən deyərdim ki, ondan da gözəl. İndi sən bir arıçı kimi ötən ildə sana göndərmişdim. İndi bu il Trozik 1075'i yoxlayarsan. Bir dənə arı ola bilsin burada ölsün. Çünki barmağımı sancdı. O bir neçə saata öləcək. Ha, indi qardaş, bax 44 nömrəli ikinci ananı nömrələməmişəm. 99 nömrə ilə sənin üçün göndərəcəyəm. İndi tutub nömrələyəcəm. Zerkalli nömrələr biraz bahadır ya. Bunu indi nəzərə alarsan. Burada da ana arım var. Burada da sənin üçün tutub göndərə bilərəm. Sadəcə bu kərpic blokları göstərdim ki, bütün Azərbaycan, bütün dünya baxır, görsün ki, bu nukleoslar heç də penoplast olsun, yəni digər nukleoslardan geri qalmır. Əksinə daha da səmərəlidir, keyfiyyətlidir. Bu da mənim öz fantaziyamla meydana gəlmiş nukleosdur, qardaş. İndi bunu biraz düz qoymamışam. Bax, belə qoyulmalıydı. Allah. Xeyirli olsun. Getdik indi taxtalı nukleosa.